Bu texnikanı bilsəniz, nəfəs borusunda yad cisim qalmış adamı ölümdən xilas edə bilərsiniz. Heimlich manevri tibbə 1974-cü ildə Amerikalı cərrah Henry Heimlich tərəfindən gətirilib. Məqsəd qarın boşluğuna təzyiq göstərməklə nəfəs borusunda qaçan cismi çıxarmaqdır. Tənəffüs yollarının yad cisimlə tıxanmasına uşaqlar arasında daha çox rast gəlinir. Hesablamalara görə bu dönəm bədbəxt hadisələr nəticəsində ölümlərin 7%-ni məhz tənəffüs yollarının tutulması təşkil edir. Tənəffüs yollarında tam və ya natamam tutulma ola bilər. Natamam tıxanmalarda xəstə nəfəs alır. Bu halda ondan sadəcə öskürməsini tələb etmək lazımdır. Heimlich manevri tam tıxanmalarda tətbiq edilir. Bu zaman bir əli xəstənin döş qəfəsi ilə qarın boşluğunun arasındakı sərhəddə göbəklə döş sıxıntısının arasına yerləşdirmək lazımdır. Adamı önə doğru əyib kürək sümüyünün ortasından süpürəcək tərzdə bir neçə zərbə endirilməlidir. Yad cisim bu halda da çıxmazsa, qarın boşluğuna təzyiq göstərmək lazımdır. 1 yaşına qədər olan körpələrdə Heimlich manevri fərqli tətbiq olunur. Uşağı üzü aşağı çevirərək ağzını açıb kürək sümüyünün ortasından yüngül zərbələr endirmək lazımdır. Yad cismi uşağın döş sümüyünə yüngül təzyiq göstərməklə də çıxarmaq olar. Bəzi statistik məlumatlara inansaq, Heimlich texnikası ilə bu günə kimi 50 min insan həyata qaytarılıb. Bəs siz necə? Bu manevri bilirdiniz yoxsa indi öyrəndiniz? Şərhlərinizi gözləyirik.